Bir daha salam. İndi isə baxırıq dövlətlərin idarə edilmə formaları və inzibati ərazi quruluşlarına. Deməli, bu 7-ci sinif dərsliyidir. Əvvəlcə baxaq dövlət anlayışına. Dövlət müəyyən sərhəd daxilində yaşayan bir və ya bir neçə millətin yaratdığı müstəqil siyasi qurumdur. Dövlətin ümumiyyətlə üç əsas əlaməti var. Birincisi, dövlətin müəyyən bir ərazisi olmalıdır. Fərqi yoxdur bu ərazi böyükdür yoxsa kiçikdir. Məsələn, dünyada eee, Rusiya, Kanada, Çin, ABŞ elə böyükdən kiçiyə doğru da belə gedir. Yəni nəhəng ölkələrlə yanaşı San Marino, Vatikan, Andorra kimi kiçik dövlətlər də var. Yəni fərqi yoxdur, ərazisi böyükdür yoxsa kiçikdir. Əsas odur ki, müəyyən bir ərazisi olsun. Digər məsələ deməli, bir dəqiqə bunu nişanlayaq. Aha. Deməli, digər bir məsələ odur ki, əm, aha. Deməli, əhali olmalıdır. Fərqi yoxdur burada da əhali azdır yoxsa çoxdur. Əsas odur ki, müəyyən qədər bir əhali olsun. Məsələn, Hindistanda, Çində əhali 1 milyarddan çoxdur. ABŞ, İndoneziya, Yaponiyada 100 milyondan çoxdursa, Monako, İslandiya, Cibuti kimi ölkələrdə bir neçə min nəfər əhali yaşayır. İdarə etməsi olmalıdır. Müəyyən bir idarə etmə orqanı olmalıdır. Qanunverici və icra edici orqanlar. İndi isə əsas məsələyə baxacağıq. Bu dövlətlər idarə etməsinə görə neçə yerə ayrılır və hansılardır? Dedik, dövlətin üç əsas əlaməti oldu. Birinci ərazi olmalıdır, əhalisi olmalıdır və idarə etməsi olmalıdır. İndi baxaq. Deməli, dövlətlər idarə etmə formalarına görə iki cür olur. Respublika, bir də monarxiya. Respublika nədir? Respublika odur ki, ölkə başçısı xalq tərəfindən, yəni hakimiyyət orqanları, xalq tərəfindən müəyyən müddətə səsvermə yolu ilə seçilir. Ölkə başçısı prezident ola bilər, baş nazir, kansler və s. ola bilər. Və bu ölkələrdə vətəndaşların hamısı eyni hüquqlara malikdir. Azərbaycan da daxil olmaqla ABŞ, Fransa, İtaliya, Almaniya, Türkiyə, Pakistan, İsrail və s. Yəni bir çox ölkələr respublika idarə etməsinə malikdirlər. Monarxiyalar dünyada azdır ümumiyyətlə. Bir də respublika ilə bağlı əsas nə demək lazımdır? Respublikanın da iki növü var. Biri parlament respublikadır, bir də prezidentli respublika. Prezidentli respublikanı əvvəlcə deyək, çünki bizdə də prezidentli respublikadır. Prezidentli respublikada ölkə başçısı, prezident xalq tərəfindən səsvermə yolu ilə seçilir və icra edici orqan odur. Amma parlamentli respublikada isə əvvəlcə parlament, yəni xalq səsvermə yolu ilə parlamenti seçir. Daha sonra parlament ölkə başçısını, yəni hökumət başçısını təyin eləyir. Və hökumət başçısı da, məsələn, baş nazir ola bilər bu, parlament qarşısında cavabdehdir, yəni məsuliyyət daşıyır. Parlamentə hesabat verir, belə deyək. Məsələn, Gürcüstandır, İtaliyadır, daha sonra Ermənistanı deyə bilərik. Bu müharibə vaxtında biz Ermənistanın prezidentin adını eşitmirdik. Ancaq nə deyilirdi? Baş nazir Nikol Paşinyan. Deməli, orada ölkə başçısı ümumiyyətlə parlament respublikalarda ölkə başçısı simvolik xarakter daşıyır. Yəni hə, ölkənin müəyyən bir prezidenti var. Amma ölkədə əsas icra edici orqan da, yəni bütün bu hərbi məsələlərə baxan, ümumiyyətlə siyasi məsələlərə ölkəni idarə edən əsas insan baş nazirdir. Yəni parlamentin seçdiyi hökumət başçısıdır. Daha sonra bir də var monarxiya ölkələri. Biz əsas xəritədə də monarxiya ölkələrini göstərəcəyik, çünki onların sayı azdır. Əsas elə Avropada, bir də Asiyada monarxiya ölkələrinin bir qədər adı çoxdur. Deməli, monarxiyada ölkəni idarə edən şəxs kral ola bilər, sultan, imperator ola bilər, knyaz, əmir və s. ola bilər. Məsələn, bu Birləşmiş Ərəb Əmirliyidir. Sonra Ərəb ölkələrdə orada əmirdir, adətən ölkəni idarə edən şəxs. Sonra Norveç, İsveç, Danimarkada kraldır. Sonra Yaponiyada imperator ölkəni idarə eləyir. İndi onlara baxacağıq ayrıca. Daha sonra monarxiyanın da deməli növü var. Konstitusiyalı monarxiya var. Bir də deməli konstitusiyalı monarxiya var, bir də mütləq monarxiya ölkələri var. İndi baxaq görək bu nə deməkdir. Konstitusiyalı monarxiyada monarxın hakimiyyəti məhduddur. Yəni monarx öz başına ölkədə hər hansı bir qanun, qərar qəbul edib onu həyata keçirə bilməz. O parlamentlə belə deyək də parlament tərəfindən idarə etmə qanunları qəbul olunur. Yəni parlamentdən bir növ asılıdır. Amma mütləq monarxiyada isə, baxın, mütləq monarxiyada monarxın hakimiyyəti hüdudsuzdur. Yəni sərhədsizdir, belə deyək. Bütün qayda qanunu, hər şeyi monarx qoyur. Monarxın sözü keçərlidir, belə deyək. Yəni monarx nə deyirsə, o da olur. Qayda qanun qəbul edə bilər. Amma
Konstitusiyalı monarxiyada belə deyil. Müəyyən bir konstitusiya var və monarx o konstitusiyaya, parlamentə tabe olmalıdır. Bir də deməli, bu mütləq monarxiyanın tərkibində teokratik monarxiya var. Bu da deməli, Səudiyyə Ərəbistandır, Vatikandır, bir də Bruney, Cənubi-Şərqi Asiyadan Bruney. Avropadan Vatikan, Cənub-Qərbi Asiyadan da Səudiyyə Ərəbistanı. Bu üç ölkə teokratik monarxiyadır. Yəni ölkəni din xadimləri idarə eləyir, ruhanilər. Dini hakimiyyət burada hökm sürür. Deməli, bu oldu ölkələrin idarə edilməsi. İndi bir də var burada bir dəqiqə. Ölçülərin inzibati ərazi bölgüsü. Bunlar da baxaq sonra xəritədə hamısının bir-bir yerlərini göstərəcəyik. Ölçülər idarə edilməsinə görə deməli, bölündüyü kimi inzibati ərazi quruluşlarına bölünür. Unitar bir də federativ olur. Unitar nə deməkdir? Yəni ölkə tək bir mərkəzdən idarə olunur. Bir dəqiqə. Qoy bunun rəngini biraz tündləşdirək. Aha. Unitar nədir? Bu vahid mərkəzdən idarə olunur deməkdir. Yəni ölkə ərazisində rayon, vilayət, mahal ola bilər, amma onlar deməli siyasi müstəqilliyə, yəni özünü idarə hüquqlarına malik deyil. Məsələn, Azərbaycan ərazisində əvvəl 66 idi, indi Ağdərə ilə bir yerdə 67 inzibati rayon mövcuddur və bu rayonlar özlərinin bir siyasi müstəqilliyi yoxdur. Özləri qərar qəbul edə bilməz belə deyək. Onlar birbaşa dövlətlə bağlıdır. Yəni Azərbaycan unitar dövlətdir. Bir qayda qanun var belə deyək. Hər yerdə eyni qayda qanundur. Bir də var federativ ölkələr. Federativ nə deməkdir? Federativdə isə ölkə ərazisi belə deyək, əvvəllər müstəqil dövlətləri olub, sonradan onlar müəyyən məqsəd üçün birləşiblər. Məsələn, ABŞ deyir 50 ştatdır. O ştatlar əslində əvvəllər müstəqil ölkələr idi. Sonradan onlar birləşdilər, oldu Amerika Birləşmiş Ştatları. Yəni federativ bir ölkə yaranmış oldu. Deməli, federativ ölkələrdə ölkənin ərazisində olan əyalətdir, ştatdır, torpaqdır, respublikadır, hər nədirsə onlar deməli müəyyən qədər siyasi özünü idarə hüquqlarına malikdirlər. Amma ən əsas məsələ bunlar xarici siyasətdir, ordudur, bir də puldur. Bu məsələlərin həllində birgə fəaliyyət göstərir. Məsələn, Rusiyanın ərazisində tatarlar yaşayır. Tataristan dövləti var. Düzdürmü? Tataristan Respublikası. O öz daxilində düzdür, öz qayda-qanunları ola bilər, amma xarici siyasətdir, ordudur və pul məsələsidir. Bunlarda Rusiyadan birbaşa asılıdır, yəni Rusiya ilə birbaşa hərəkət etməlidir. Yəni federativ anlayışını da başa düşdük. Daha sonra nəyə baxmaq lazımdır burada? Aha, bu federativ ölkələr, bəzi ölkələr milli etnik əlamətlərə görə federativdir. Yəni ərazisində milli etnik belə də çoxlu millətlər yaşayır, etnik əlamətlər var. Ona görə də məsələn Rusiyadır, Hindistandır, Nigeriyadır. Bu əlamətlərinə görə deməli federativ ərazi quruluşuna malik olub. Daha sonra ABŞ-dır, Kanadadır, daha sonra ABŞ, Kanada, Meksika, Avstraliya, Avstriya və sair ölkələr isə tarixi coğrafi xüsusiyyətlərinə görə federativ olub. Bir də federativ ölkələr arasında konfederasiya adlanan ölkələr var. Bu elə əsas biləni İsveçrəni aid eləyirik bura. Konfederasiya nədir? Yəni onun tərkibinə daxil olan ölkələr, yəni subyekt ərazilərində müstəqillik daha yüksək səviyyədədir. Elə bil ki, yəni 2 dənə ölkə, müstəqil ölkə müəyyən bir məqsəd üçün, yəni təhlükəsizlik ola bilər, hansısa bir məsələ ilə bağlı, maliyyə məsələsi ola bilər. Müəyyən bir məqsəd naminə birləşib birlikdə siyasət aparırlar, yəni birləşirlər. Xarici siyasət ola bilər, ekologiya ilə bağlı ola bilər. Birləşib bir ölkə adı altında birləşirlər. Buna deyilir federativ ölkələr. Konfederasiya buna da aiddir İsveçrə. İndi keçək bunların xəritədə yerlərinə baxaq. Deməli, aha. Burada bayaq dedik məsələn, baxın. Prezidentli respublika, parlament respublika, prezidentli respublikaya ABŞ, Argentina, Braziliya kimi ölkələr, parlament respublikaya Almaniya, İtaliya, İsrail, Hindistan, Gürcüstan, Ermənistan aid eləyə bilərik. Məsələn, ölkə başçısı knyaz olanlar Andorra, Liechtenstein, Monakodur, sultandır Bruney, Malayziya, Omanda, imperator Yaponiyada, hersoq Lüksemburqda, əmirdir Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Ərəb ölkələridir. Kral isə digər monarxiyalardadır. İndi baxaq monarxiya idarə etməsində olan ölkələrin xəritədə yerinə. Deməli,
Avropanın monarxiya ölkələrinə baxırıq. Norveç, İsveç, Danimarka. Üçlü yadda saxlayın bunları xəritədə yeri ilə. Norveç, İsveç, Danimarka. İngiltərəni onsuz da bilirik. Kraliçə Elizabetdən həqiqi ki, hamı bilir. Norveç, İsveç, Danimarka. Daha sonra burada Belçika, Niderland, Lüksemburq, Liechtenstein, Vatikan, Monako, Andorra, İspaniya. Burada olan bu ölkələr var, cırtdan ölkələr deyirik, kiçik ölkələrdir. Məsələn, Lüksemburq, Liechtenstein, Andorra, Monako, Vatikan. Bunlar görürsüz, deməli, kiçik ölkələrdir, monarxiya idarəetməsinə malikdir və Monakodan başqa qalan hamısı materik daxili mövqeyə malikdir. Yəni ki, okeana, dənizə çıxışı yoxdur bu ölkələrin. Bir də fikir verirsiniz, San Marino ölkəsi var bax burada. Bu San Marinodan başqa digər bu cırtdan dövlətlər hamısı monarxiya idarəetməsinə malikdir. Vatikandan başqa digərləri konstitusiyalı monarxiyadır. Vatikan nə idi? Teokratik monarxiya. Ölkəni papa idarə edir. Daha sonra baxırıq Asiyanın monarxiya ölkələrinə. Asiyanın monarxiya ölkələrində Yaponiyanı dedik, imperator idarə eləyir. Daha sonra Butandır, Tayland, Kamboca, Malayziya, İordaniya, Küveyt, bir də Bəhreyn. Bu ölkələr konstitusiyalı monarxiyadır. Yəni burada monarxın hakimiyyəti məhduddur. Bayaq dedik ki, monarx öz başına qərar verə bilməz. O parlamentlə birgə hərəkət etməlidir. Deməli, hansı ölkələr oldu? Şərqi Asiyadan Yaponiya, Cənubi Asiyadan Butan, Cənub-Şərqi Asiyadan Tayland, Kamboca, Malayziya, Cənub-Qərbi Asiyadan isə İordaniya, Küveyt və Bəhreyn ölkələri konstitusiyalı monarxiyadır. Burada Səudi Ərəbistanı, daha sonra Bruney teokratik monarxiyadır. Yerdə qalan Qətərdir, yəni Qatar, Birləşmiş Ərəb Əmirliyi, Oman, həmçinin Səudiyyə Ərəbistan, Bruney özləri də mütləq monarxiyadır. İndi Səudiyyə Ərəbistanla Bruney mütləq monarxiyanın bir növü olan teokratik monarxiyaya daxildir. Afrika monarxiya ölkələri çox asandır, çünki 3 dənədir. Mərakeşdir, Lesoto, bir də Svazilenddir. Svazilendin adı dəyişib, olub Esvatini. Bir də Lesotonu demişdik ki, bu anklav ölkədir. Yəni hər tərəfdən yalnız bir dövlətlə həmsərhəddir, əhatə olunub daha doğrusu. Lesotoda hər tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunub, ona görə də anklav ölkə hesab olunur. Vatikan da belə ölkədir, hər tərəfdən İtaliya ilə əhatə olunub. Daha sonra Okeaniyada Tonqo monarxiya ölkəsidir. Bir də biz nə demək lazımdır burada? Bu monarxiya Amerikada ümumiyyətlə monarxiya ölkəsi yoxdur. Nə Şimali Amerikada, nə də Cənubi Amerikada biz bir dənə də olsun monarxiya adı çəkmirik. Amma orada Böyük Britaniyanın idarəçiliyində olan formal monarxiyaları var. Məsələn, Kanada. Bir də bu Avstraliyadır, Yeni Zelandiyadır, burada Yeni Qvineya adasıdır, Papua Yeni Qvineya, Solomon adalarıdır, Tuvaludur. Mərkəzi Amerikada yerləşən bir sıra ölkələrdir, Belizdir, Baham adalarıdır, daha sonra Yamaykadır. O ölkələr belə deyək, formal olaraq monarxiyadılar. Yəni Böyük Britaniyanın idarəçiliyində olduqları üçün formal monarxiyalar hesab olunur. Daha sonra indi keçək inzibati ərazi formalarına. Dedik unitar, bir də federativ olur. Federativ odur ki, unitar bir mərkəzdən idarə olunur. Ölkənin hər yerində eyni qayda qanundur. Amma federativdə isə məsələn ABŞ-dır, Kanadadır, Meksikadır. Bu ölkələrdə Rusiyadır. Ölkə ərazisi ayrı-ayrı hissələrdən ibarətdir. Ona görə də məsələn ABŞ-ın bir ştatında müəyyən bir deyək ki, ölüm cəzası varsa, digər ştatında yoxdur. Hərəsində yəni başqa-başqa qayda-qanunlar ola bilər. İndi keçək Avropanın federativ ölkələrinə. Burada bəzi dəyişikliklər var. Məsələn, İspaniya 2018-ci ildə federativlikdən çıxdı, oldu unitar. Məsələn, İspaniyanı buradan silirik. Digərində baş hərflər burada məsələsi var. Baş hərfləri bunların eləyir Barbie. Barbie'nin baş hərflərinə baxırıq. Belçika B, Almaniya Federativ Respublikası A, Avstriya yenə A, R Rusiya, B Bosniya-Herseqovina və İsveçrə dedik ki, konfederativ ölkədir. Deməli, Barbie hansı ölkələrin baş hərfi oldu? Belçika, Almaniya, Avstriya, Rusiya, Bosniya və İsveçrə ölkələrdir. İndi keçirik Asiyanın federativ ölkələrinə. Burada da bir qədər əlavələr var. Bir dəqiqə bunun başqa xəritə var, ona baxaq. Aha. Baxın, dəqiqə.
Hə, deməli Asiyanın, federativ ölkələri Hindistan, bu ümumiyyətlə Cənubi Asiyadan Pakistan, Hindistan, Nepal, daha sonra bu Cənub-Şərqi Asiyadan Myanma, Malayziya, Cənub-Qərbi Asiyadan isə İraq və Birləşmiş Ərəb Əmirliyi, federativ ölkələrdir. Məsələn, Birləşmiş Ərəb Əmirliyi onsuz da 7 dənə əmirliyin birləşməsidir. Bunu rahat da saxlaya bilərsiniz ki, bu federativdir, bu həm də monarxiya idi. Deməli, Malayziya konstitusiyalı monarxiya idi, Birləşmiş Ərəb Əmirliyi mütləq monarxiya idi. Deməli, Malayziya monarxiya həm monarxiya, həm federativdir. Birləşmiş Ərəb Əmirliyi, bir də Belçika həm federativ, həm monarxiya olan ölkələrdir. Daha sonra nəyə baxırıq burada? Afrika ərazisində olan monarxiyalar, daha doğrusu federativlərə baxırıq. Nigeriya demişdik, milli etnik əlamətlərə görə deməli federativ olan ölkələrdən idi. Sudan, Cənubi Sudan, Efiopiya, Somali və Komor adaları federativ inzibati ərazi quruluşuna malikdir. Əvvəl biz CAR-la Tanzaniyanı da deyirdik. İndi onlar faktiki olaraq hal-hazırda yəni unitar ölkələrdir. Ona görə ən əsas testdə də görəcəyiniz Nigeriya olacaq. Mütləq yəni Nigeriyanı buradan əzbər bilmək lazımdır. Nigeriya, Efiopiya, Sudan, Cənubi Sudan, Somali və Komor adaları federativdir. Bu keçək indi Amerikanın federativlərinə baxaq. Dəqiqə. Aha. Şimali Amerikada federativ ölkələr elə ABŞ, Kanada, Meksika, Cənubi Amerikada da Venesuela, Braziliya, Argentina. Yəni bunlar onsuz da ən əsas Cənubi Amerikadan tez-tez adını eşitdiyimiz ölkələr, adını çəkdiyimiz ölkələr Venesuelada, Braziliyada, Argentinada, elə bunlar da federativ ölkələrdir. Avstraliya və Okeaniyada isə Avstraliya özü və Mikroneziya deməli federativ ölkələrdir. Aha, bu qədər.